Bəli, bizi dinləyən hər kəs salamlayırıq. Qismət olsa, bu gün sizlərlə birlikdə Gündüz Mirzəbəylinin hansı mövzusu idi? 2.4. Bəli, mövzusunun izahına qismət olsa baxacağıq. Əvvəlcə PDF-i açıram, sonra qaldığımız yerdən uşaqlarla davam edirik. İndi birinci bizi qarşılayan səhifə 17-dəki ikinci sualdır. İkinci sualın izahına baxırıq, ondan sonra digər suallara da qismət olsa baxacağıq. Uşaqlar, siz də Zoom-dan qoşulanlar, səsdə problem olan kimi anında mənə bildirirsiniz. Yaxşı müəllim. İndi ikinci sual. İkinci suala diqqət eləsək görərik ki, eyni qayda ilə verilmiş sualdır. Mənə yenə x-in qiymətini tapmaq lazımdır, düzdürmü? X-in qiymətini tapmaq üçün yenə eyni qayda ilə 0,1 ilə nömrələyirəm. 0,1, 0,1. Çünki niyə? İstənilən say sistemindən onluq say sisteminə keçəndə nə edir yədən üzərinə? Sıfırdan başlayaraq soldan, sağdan sola bəli, nömrələyirdik. Ondan sonra qüvvətlərin cəmi kimi yazırdıq. Yenə 0,1 ilə nömrələdim. İndi açılışını buradan yazıram ki, diqqətlə görək. Birinci rəqəmimiz götürəm. Birinci rəqəm neçədir? 1. 1 vurulsun. X üstü. 1-in üzərində neçə yazılıb? Hüseyin. 1 yazılıb. O 1 gəldi bura. Üstə gəl. İkinci rəqəm neçədir? 8. 8-i yazdım yenə. Say sistemin əsası X-dir. X-i yazdım bura. 8-in üzərində neçə yazılıb? 0. 0 yazdım bura. Adam bilir ki, neçə əsas sistemi. Bilmirik də biz X-i tənlik kimi tapacağıq. Ancaq 0,1 kimi düzürük. Bəli, 0,1 kimi düzürük. Belə düşün, orada 8 olsaydı belə yazardım da. 1 vurulsun 8 üstü 1, üstə gəl 8 vurulsun 8 üstü 0. 8-in 8 yoxdur, 9 kimi düşünsək. 9-luq say sistemi olsa belə yazardım. 1 vurulsun 9 üstü 1, üstə gəl 8 vurulsun 9 üstü 0. İndi düşün ki, orada 9 yox, 8 yox, nə var? X var, X qeyri-müəyyəndir. Hamısında X-dir. Mən bir X-i tənik şəklində qurub oradan X tapacam. Birinci ilə işimi qutardım. İndi keçdim ikinciyə, Musa qapını örtürsən. İkinci rəqəmim nədir burada? İkinci ədədimin birinci rəqəmi 7-dir. Olur belə. 7 vurulsun x üstü yenə neçə? Hüseyin. X üstü 1. Niyə 1 oldu bildin? Çünki burada 1 var. Əgər burada 3 rəqəm nədə də olsaydı, 7-nin üzərində 2 olsaydı nə yazardım? Ay sağ ol. 7 vur x üstü 2 yazardım. Üstə gəl. Növbəti ədədim 8-dir. 8 vurulsun x üstü 0. O da bərabərdir. Eyni qayda ilə bula tətbiq edirəm. Sağ tərəfə tətbiq edirəm. 9 vurulsun x üstü 1. Üstə gəlinsin. 0 vurulsun x üstü 0 olsa neçə edir? 0 edir. Yazmama ehtiyac varmı? Yoxdur. İndi gəl prosesləri sadələşdirək. 1 vurulsun x üstü 1 elə neçə elədi? X elədi. Burada x üstünün üzərində 0 var. O neçəyə gedir? 1-ə gedir. 8-ə də vuranda 8. Üstə gəl. Yüklədim. Bir dəqiqə gözləyim. Belə məsuliyyətli olanda mən əsəbləşirəm. Deyirəm ki, Zoom yüklə. Biz Zoom-dan dərsə qoşulacağıq. Zoom-u yüklə bir bana. Hə, tamam. İndi linkin üzərinə basacaqsan, Əli, mən də səni buradan qəbul edəcəm. Gözlə qəbul edirəm. Əvvəlcə bu misalı həll edeyim, ondan sonra sənə deyəcəm, Zoom-un üzərinə bas, həmin linkin üzərinə bas, mən səni qəbul edeyim, davam edeyim. Şöyle davam edirik. Nəysə, indi burada 7x üstü 1-dir. X üstü 1 yenə elədi. X, 7-ni də x-ə vuranda 7x. Üstə gəlsin nə? Musa. 8. O da bərabərdir neçə x-ə? 9x-ə. 9x-in yanında başqa heç nə yoxdur. Yenə məlumlar bir tərəfə, məchullar bir tərəfə keçsə, 8, 8 nə qədər elədi? 16. 16-nı yazdım bu tərəfə. 16 sayı. Məchulları da keçidirəm bu tərəfə. 9x burada. Bəli, 7x, bu da x, 8x elədi. İşarəsi də oldu mənfi. Bu tərəfə keçdi. Burada da elədi x. Deməli, x bərabər oldu neçəyə? 16-ya. Başa düşdünüz? Bu sual belədir. İndi bir saniyə mən əlini qəbul edəcəm. Sonra misalların izahına davam edəcəyik. Murad. Murad bayaqdan ola bilir buradadır. Muradı qəbul edək. Murad qoşuldu. Tamam. Bu rekordda getməsin, rekord elə ki, pauza elə. Qaldığımız yerdən davam edirik. Sonra, uşaqlar, ikinci sualdan sonra üçüncü sual. Yəni, indi üçüncü suala baxaq bir dənə, balaca formada. Ondan sonra, uşaqlar, eyni şeydir. Yenə nə etmək lazımdır? Deyin görün. 0,1 ilə nömrələyirəm bunun üzərinə əvvəlcə. Bu hissəni 0,1 ilə nömrələyirəm. Bu elə onsuz da say sistemidir, onluq. Onluğu 0,1 nömrələmə ehtiyac yoxdur. Çünki mən 0,1 ilə nömrələyirəm ki, neçəliyə çevirim. Elə onluğa çevirmək üçün bunu eləyirəm deyə.
Onluqda bunu eləməyə ehtiyac yoxdur. Yenə eyni qayda ilə olur belə. 5 vur nə? X X plus üstü 1. 1. Üstə gəl 5 vur. X X üstü üstü. 0. O da bərabərdir 45-ə. İndi aydındır ki, burada da 5x üstə gəlsin 5 bərabərdir 45-dirsə, 5x bərabərdir neçəyə? 9'a. 40-a. Çünki 5 bu tərəfə keçəcək. Aha. İşarəsi o mənfi olacaq, eləyəcək 40. X də buradan bərabərdir 8, deməli 8-lik sayısıdır. Başa düşdün? Ben X üstü 0'a keçirdə bilərik, değil mi o tərəfə? İndi mən burada təkrar izah elədikcə, siz cütdən neyə bilərsiniz? Yaza bilərsiniz. Gələn dəfə videonu izləyənlər üçün cüt testlərinin cavablarını qoyacağıq. İndi 4-dən sonra 9 dediniz. Eyni qaydadan olan suallar 5. Baxıram 5 eyni sualda baxmayacaq. Görürsən, eyni qayda ilə üzərini nömrələyəcəksən, alacaqsan cavabı. Evdə həll elə. İndi 9. İndi uşaqlar, diqqətli olun. Deyir, sual səhv deyil. Başqa məsələdir burada. Sən bir şeyi unutmusan keçənindən. Deyir ki, hesablamanın doğru olduğu ən kiçik say sistemində verilmiş, ən böyük rəqəmli ədədi ikilik say sistemində ifadə edin. Ben bu Diqqətli olun. mənzərə Mən sizə demişdim ki, birinci 41 üzərinə buradakı ədədi gəlin. Bu verir yoxsa vermir? Bu verir. Bu verirsə o deməkdir ki, sən burada tənlik qorsan, 0 bərabərdir 0 alacaqsan. Və tənlik heç vaxt işləməyəcək. Çünki bu düstur x-in istənilən qiymətinə nədir? İstənilən qiymətdə doğrudur. Çünki burada alacaqsan 4x, burada alacaqsan 3x, burada da 7x. 4x üstə gəlsin 3x bərabər 7x-ə, burada da alacaqsan 1 üstə gəl 6, burada da alacaqsan 7. 1 üstə gəl 6 bərabər 7. Yəni sol tərəf olsa sağ tərəfə bərabərdir. Burada tənlik alınır? Alınmır. Alınmır. Sol sağa bərabərdir. X heç vaxt tapa bilməyəcəksən. Yəni x tapırsan, amma necədir? X 1 də olsa düzdür, 2 də olsa düzdür, 3 də olsa düzdür. Bir məsələ var. Mən burada gördüyüm ən böyük rəqəm neçədir? 7-dir. 7-nin olduğu ən kiçik say sistem hansıdır? Mən çünki deyir ki, bunun ödəndiyi ən kiçik say sistem 8-lik. Deməli söhbət hansı say sistemindən gedir? 8-likdən. Bu 8-də də doğrudur, 9-da da doğrudur, 10-luqda da, 16-da hamısı doğrudur. Amma ən kiçiyi bunların 8-dir, çünki 7-nin olduğu ən kiçik 8-dir. Bax, 8 say sistemi o deməkdir ki, dostum, adı nə oldu sənin? Fərhad. 0-dan başlayır, 8 say sistemi rəqəmləri 7-də bitir. 10-luq say sistemi 0-dan başlayır, 9-da bitir. 16-lıq 0-dan başlayır, neçədə bitər? 15-də bitər. Ümumi 16-da nədir? 0-la bir yerdə 16-da nədir? Amma ən böyük rəqəm həmişə say sistemindən nədir? Bir vahid balacadır, aşağıdır. İndi deyir ki, ən kiçik say sistemində nə? Ən böyük iki rəqəmli ədəd. İndi elə 8-ci say sisteminin ən böyük iki rəqəmli ədəd neçədir? 77-dir. 77-ni neçəyə çevirməliyəm? 2-liyə çevirməliyəm. Çünki deyir ki, həmin o ədədi ikilik say sisteminə çevir. 2-liyə çevirəndə 4-2-1 qaydanı bilirəm. 4-2-1 yazdım. Birinci rəqəmim 7, ikinci rəqəmim 7. İndi nə edəcəm? 7-ni almaq üçün nə etməliyəm? 1-1-1. Çünki 7 4-ün 2-nin və 1-in cəmidir. Burada 6 olsaydı belə olardı. 6 nəyin cəmidir? 4-lə 2-nin. 4-lə 2-nin altında 1 yazardım, 1-in altında nə yazardım? 0 yazardım. Çünki orada 1 iştirak eləmir. Yenə 7-də 3-ü də iştirak edirdi. 1-1-1. Çünki 7 nəyə bərabərdir? 4 üstə gəl, 2 üstə gəl, 1-ə. Başa düşdünüz? Cavab nə oldu? 1-1-1, 1-1-1. Telefonları qoyun tutsun olsa test. Tamam. Müəllim, onda bərabərlikdə yazılan cavabı götürüb nömrələyirik. Bir dənə olur. Bu, cavab bu. 8-i qurdun, 8-i tapdın. Sonra deyir ki, 8-likdə verilmiş, həmin o x-lik say sistemində verilmiş. Ən böyük 2 rəqəmli ədəd. O da 77-dir. 77-ni də deyirsən 2-likdə göstər. 2-likdə göstərdin. Misalın həlli bitdi. 9-dan sonra 19. 19. 19-a baxırıq, görək 19-cu sual bizə nə deyir? 18 də var. 18-i ya baxmayacaq. Gəlin və baxacaq. Yaxşı. 19-cu sual. Bax, bu da şey sual. Deyir ki, bərabərliyinə əsasən x və y üçün ən kiçik qiymətləri müəyyən edin. Uşaqlar, birincisi, yenə burada nə qurmalıyam? Tənlik qurmalıyam. Amma bayaq fərq ondaydı ki, bayaq hər ikisinin x idi. İndi birində x-dir, birində y-dir. Onda tənlik qursam belə olacaq. Birbaşa yazıram. X üstə gəlinsin 2, bərabərdir nəyə? 2y üstə gəlinsin 1-ə. Düzdür? Bildinizdə niyə belə oldu? Hüseyin bildin niyə belə oldu? Hə. İndi bunu biraz sadələşdirsəm, x-i birbaşa y ilə ifadə eləsəm, onda belə olar. X bərabərdir nəyə? 2y çıxılsın 1. 2y çıxılsın 1. 2-ni bu tərəfə keçidərəm. 1-dən 2 çıxanda oldu çıx 1. İndi baxacam. Bir-bir ədədləri yoxlayıram. Ən kiçikdən başlayıram. Çünki məndən nə istəyir? Bunun ən kiçik qiymətləri. Ən kiçik qiymətlər nə var burada? 2, 3. 200 qoyuram yerinə. 3-ü qoydum bura. 3-ü qoysam bura. 2-ni bura qoyanda
2 vur. 2 çıx 1. 3 eləyir Əmir. Eləyir də. Bax. Bunlar X və Y-in qiymətləridir, yaxşı, hamısı. 5 3 də onun qiymətidir, 3 2 də onun qiymətidir. İndi səndən soruşur ki, X və Y üçün ən kiçik qiymətləri nə? Tap. Birinci verilən uyğun olaraq nəyin qiyməti olar? X-in ikinci verilən nəyin qiyməti ola bilər? Y-in qiyməti ola bilər. X-in qiymətini qoyuram bura 2, qoydum. Y-in qiymətini qoyuram 3. 2-ni 3-ə vurub 1 çıxanda 2 eləyir? Yox. Deməli, birinci bu ola bilməz. Əksi nədir? Necədir? 3 2-dir. 3 2-dir. Amma X-in yerinə 3 qoysam, Y-in yerinə 2 qoysam, doğrudan da 2-ni 2-yə vurub 1 çıxanda 3 eləyirmi? Eləyir. Deməli, mənim düzgün cavabım B variantı. Mən də belə yazmışdım, amma D çıxıb. Nə çıxıb? Mən də belə yazmışdım, D variantı çıxıb. Düz deyir. Niyə dedi? Çünki uşaqlar bir şey diqqətdən yayındırdıq. Burada X-li sayəsindən söhbət gedirsə, X nədən böyük olmalıdır? X nədən böyük olmalıdır? 2-dən böyük olmalıdır. Y nədən böyük olmalıdır? Əlbəttə Y də 2-dən böyük olmalıdır. Niyə? Çünki burada 2 rəqəmi varsa, həmin say sistemi 2-nin olması üçün o say sistemi 2-dən necə say sistemi olmalıdır? Böyük say sistemi olmalıdır. Ona görə 3-2-ləri çıxırıq. Bəli, tamamilə doğrudur. Ona görə də 3-2-ləri çıxmırsan. 2 olanları çıxırsan hələ ki. İndi C variantı ola bilər ki, ödəmir. Ona görə C variantını ləğv eləmiş olacaq. Ay sol. Y-ni də çıxırıq çünki Y-də nə var? 2 var. Y də getdi, B də getdi, A da getdi. 2 dənə variantımız qaldı. D variantı, C variantı. İndi bizim tənliyimiz necə idi? X bərabərdir 2Y çıxılsın 1, düzdürmü? İndi baxıram, 3 5-i yerinə qoysam, ödəyər ödəməz. 3 bərabər deyil axı, 2Y, 2 vurulsun 5 çıxılsın 1, ödəməz. Deməli, biz neçəyə baxmalıyıq? 5 3-ə, ona görə doğru cavab D variantı. Başa düşdünüz? Amma əgər burada bu 2 məhdudiyyəti olmasaydı, məsələn, rəqəm 1 olsaydı və yaxud da buradakı ədəddən balaca olsaydı, onları nəyə götürməliydim? Ödəyən ən kiçik variant hansıdırsa, onu götürməliydim. Başa düşdünüz? Yəni, mən burada məcburam ki, bütün halları nəzərə alam. Həm burada X-in ala biləcəyi qiymətləri başa düşməliyim, həm də tənliyin özünə baxmalıyım ki, tənliyi ödür, yoxsa ödəmir. Başa düşdük? 19-dan sonra səhv olan. Ola bir dənə söz deyim. De. C nə üçün olmaz? C-də də 3-5-də hər ikisindən. Bax. 3 qoyanda X bərabərdir 2Y çıxılsın 1. Burada 3 qoysam, burada 5 qoyanda ödəmir axı. Başa düşdün? Ona görə 5 3 olmalıdır. Burada 5, burada 3 olmalıdır. Aysə, amma sual ver, narahat olma. Həmişə suallarınız vermiş olur. 21. 21-ə baxacaq əlbəttə. İndi mənə müxtəlif say sistemindəki ədədlərin cəmi fərqi verir. Düzdürmü? Və cəmi ümumi fərqi nədə istəyir? İkili say sistemi. İndi nə edə bilərsən? Ya bunların hamısını ikiliyə çevir, çıx. Ya da ki, onluğa çevir, hesablamanı apar, sonra nəyə çevir? İkiliyə çevir. Çıxma ikili üçün bir damcı risklidir. Çıxmanı acı taşa bilərsən. Ona görə çıxma işarəsi görəndə yaxşısı budur ki, neyniyim? Yox, bu vurmadır. Hə, vurmadı. Vurma da uzun çəkəcək ikili say sistemi. Onluğa çevirərəm tez bunları. Sonra cavabı nəyə çevirərəm? Cavabı ikiliyə çevirərəm. Gəlin bir-bir bunları onluğa çevirək. Onluğa çevirmək qaydası nə idi? Üzərini neynə? Üzərini 0-1-dən nömrələ. 0 0 1 2 0 1 0 1 nömrələdim. Bu hansı say sistemidir? İkilik. Onda belə olacaq. 1 vurulsun 2 üstü 2 üstə gəl. 0 onsuz da vuranda 0-ın özü eləyəcək. Onu yazmıram. Bir də 1 vurulsun 2 üstü buradakı ədəd 0 vurulsun. Vurulsun demirəm. Elə bu mörtəziyə əvvəlcə alam. Çünki bu onluqda toplayacağam. Sonra ikincini eləyirəm. 12-ni çevirirəm 8-likdən onluğa. Nə etməliyəm? Yenə yazacağam. 1 vurulsun neçə üstü 1? 8 üstü 1. Üstə gəl. 2 vurulsun 8 üstü 0. Bildiniz niyə mörtəzdə yazdım? Çünki mörtəzdə yazıram ki, birinci onluğa çevirim. Cəmi tapım, ondan sonra vuraram. Üstə gəl. 12-ni də eyni qayda ilə çevirsəm necə olacaq? 1 vurulsun 16 üstü 1. El o da eləyəcək neçə? 16. Üstə gəl. 2 vurulsun 16 üstü 0. O da eləyəcək 2. İndi bərabərdir. Gəlin hesablayaq. Birinci bu hissəni hesablayıram. 2 üstü 2 neçələdir? 4. 1-ə də vuranda elə 4. Bu getdi 1-ə. 1 vurulsun 1, elə 1. 4 üstə gəl 1 neçələdir? 5. Etirazınız yoxdur ki? Yox. 5 vurulsun. 8 üstü 1. 8. 1-ə də vursam 8. 8 üstü 0, 1. 2-yə də vuranda 2. Oldu 10. Bəli. 5 vurulsun 10, 50. Üstə gəl neçə? 18. Nə qədər elədi? 68. 68-i yazdım. 68-də ikinci qayda var idi. Yadınıza gəlir cəmlər qaydası. 68-in içində olan 2 ilə böyük qüvvət neçədir? 2 üstü 6-dır, 64-dür. Çıxıram buradan 64-dür. Geriyə nə qaldı? 4. 4 də 2 üstü
2-dir. Vəsə, bitdi. 4-dən 4 çıxanda neçə qaldı? 0. Vəsə, bitdi. Altıdan. İndi altdan başlayalım düzməyə. 6, 5, 4, 3, 2, 1, 0. 6 var yerinə 1, 4 var. Yoxsa yoxdur? 5 yoxdur, 4 yoxdur, 3 yoxdur, 2 var, 1 yoxdur, 0 da yoxdur. 4'ten 4. Necə? Çünki 4-ün içində olan ən böyük qüvvət elə 4-ün nə idi? Özüdür. Ona görə 4-dən 4-ü çıxdım, 0 elədim. Onu keçmişik. Başa düşdünüz uşaqlar? Bax gördünüz? Beləliklə mən bir naməlumu ayrı-ayrı məlumlara çevirdim. Sonra eyni say sistemində gətirəndən sonra topladım, çıxdım. Bu bir nəyə bənzəyir? Kəsirin məxrəci müxtəlif olar, toplayıb çıxanlar eyni lazımdır. Ortaq mələ gətirib sonra eləməz. Başa düşdün? Eyni qayda. Deyil. 2 renk eyni qaydada. 16'dır, 10 var. Ha, bir şey, onluğa çevirir. Amma bir dəqiqə, mən sizə elə bil ki, bunu öyrətmişəm. Bayaq ona görə elədik ki, burada 3 müxtəlif say sistemi var idi. Orada qarşılıq alınacaqdır. Amma indi hal-hazırda yalnız hansı say sistemdə 22-də? İşte 16. Bəli, mən 16 toplaması öyrətmişəm. Ayşə, toplayacaqsan, 2-yə çevirməyi bilirsənmi? Bilirsən. Bir də onları 10-luğa çevir, 10-luqdan 2-yə çevir. Proseslər nədir? Çox uzatdır. Proseslər çox uzatdır. Çevirib sonra toplayacaq lazım. Hə, bu da olur. Necə istəyirsən? Ya 2-dən 2-yə çevir topla, ya da 16-lıqda topla sonra 2-yə çevir. Fərq eləməz. Bunlar hamısı həllin yollarıdır. O sən də düz deyirsən, sən də düz deyirsən. Amma onluğa çevirmək burada sərf eləməyəcək. Çünki onda əməliyyatların sən nə edəcəksən bir dəfə? Artıq çoxaldacaqsan. Sənin vaxtın çox gedəcək. Əlbəttə cavab alınacaq, amma sadəcə uzun yol gedəcəksən. 1-2 dəqiqə, 1 dəqiqə vaxtın artıq gedəcək. Qutarsaq inşallah. Ne diyeyim? $8 da geçecek. Necə? $8 da geçecek. Niyə? Alın noktaları. Niyə alın? Heç nə olmaz. Utanmadım. Bax, bilirsiniz uşaqlar, el gedəndə o yaxşı olmur. Dərsən elə gedəməz. Allah'ım video varsa 10 dakika bakarım. Halım yoksa utanmıyorum. Baxarıq, yaxşı. Birinci mövzunu izah eləyək. Lazım. O çalışsa maksimum tez olur. Versin. 22'ye bakım onu görürüm. O şey kimi değil, 20. sual kimi değil. 21-ci sual kimdir? Adi toplayırsan da bunlar. Başqa heç nə yoxdur. 21. Bəs 20'ye bakın. Hə, 20-ci sual kimdir? Sadəcə burada cəmləyib neçəyə çevirəcəkdin? 10-luğa, burada cəmləyib 2-yə çevirəcəksən. Eyni şey. İndi, soram, 21-dən sonra səhviniz. Ben 23. 23 toplamın nəsə deyirsən, nəsə toplamışam nəsə. Bunu izah eləməyəcəm. Çox asan. Bildim mən 2'ye çevirəcəm, 2'dən də 16. Zaten ikilikdədir. Topladın. Toplayandan sonra aldığın rəqəmləri 4 bölərək 16-ğa çevirəcəksən. Çox sadədir. Başqa səhv eləyən var bunu? Yazmısanmısa bunu? Qabağa baxdım ki, Mən nə demişdim sizə? Yox, mən də demədim bir sualların hamısına baxın. O sonra cümləni qurmuşam, qurmamışam. Qurmuşam amma ayırma. Tusanma. ona kim bax gördüm elədi. Elə deyil də. Mən demişəm ki, axıra kim hamısına bir-bir baxmalısan. İndi başa düşdün hamısını. Gələn dəfə hamısını yazıb gəlirsən. Təkləri yaz, həm üstləri yazırsan. Yazmasan məndən incimə. Elə ikilikdə necə toplama öyrətməmişəm sizə. Ya da 1 ilə 0 toplayıram. Ha, ve 6-6 adi toplayırsan söz. Sonra da çevirirsən 16-lığa. Görə bilsə problem yoxdur. Əslində görsənir, uşaqlar. Görsənir, şıx yaxşıdır. Ben 25 giden de tamam. Ben 25'i Yaxşı gəl belə eləyək. Bundan bir dənə hesablayaq sizin üçün. Qoyun uşaqlar da görsünlər. Bir dənəsini hesablayıram. Bundan çünki çox var. Bax deyir ki 1 AB üstə gəl 2C, düzdürmü? Hansı say sistemdə cəmləməliyəm bunları? 16-lıqda. Əvvəlcə ən rahat yolu bunların üzərində rəqəmlərini yazmaq idi. A-nın qiyməti 10, sağ, dəfə. B-nin qiyməti 11, C-nin qiyməti 12. 11, 12 neçə elədir? 23. 16-da 23 var? Yoxdur. Onda 23-ü bölürəm 16-ya. Neçə dəfə düşdü? Bir dəfə düşdü. 16-nı çıxdım. Geriyə qaldı 7. Düzdürmü? Qalığı yazırdım. Nə edirdim? Tam bir yadda. 13. Sonra 7 qalmır. 4-3. 23'dür. 23'dür. İndi burada 10'dur, burada 2'dir. Neçə elədir? 12 bir dənə də yadımdaydı. 13. 13 16-dan nədir? Balacadır. Bax, belə sənin üçün deyim. A, B. 9-dan sonra gələn rəqəmlər bunlardır. A, B, C, D, Y, F. A-nın qiyməti 10, B-nin qiyməti 11, C-nin qiyməti 12, D-nin 13, Y-nin 14, F-in isə 15'dir. İndi 10 üstə gələnsin 2, 12 elədi. Bir dənə də yadımdaydı 13. 13-ün qiyməti məndə var. Nə? D, D-ni yazdım. Elə bir də düşdü nəyə? Aşağıya. 1 D, Y. İndi sənə desəydi ki, cavabı 2-yə çevir. 8, 4, 2, 1 yazacaqdın.
çevirəcəkdir. Bunu deyə bilməzdik şimdi. Deyə bilər. Deyə bilər. Əlbəttə deyir. Zaten bayaq kilikdə yazın deyirdi də. Bir də Bax ayağında 2 yazırsa kilikdə yazın deyir. Ayağında 10 yazırsa 10-luğa çevir deyir. Ayağında 16 yazırsa 16-ğa çevir. Müəllim, bundan bir dənə də eləyə bilərik. Eləyə bilərik. İkiyə çevirmənlər. İzah edəcəm. Çox deyəcək, bəli, çox deyəcək. Ondan bir dənə eləyək, elə neçəni eləyək. Baxaq görək. Yəni 26-nı eləyək, yaxşı. Sizin üçün 26-nı burada eləyək. Diqqət burada. Deyir ki, D1Y. Üstə gəl. 3AF. Qiymətləri yazıram. Y 14, D 13, F 15, A 10. İndi 15 üstə gəl 14. 29. 29 16-lıqda yoxdur deyə. 29-u böldüm 16-ya. Bir dəfə 16. 16. 16-nın çıxanda qaldı 13. 13-ün qiyməti D. D-ni yazdım bura. 1 yadda. 1 üstə gəlsin A. 11. Bir dənə də yadımdaydı. 12. 12-nin qiyməti C. D-nin qiyməti 13-dür. 3 də yadımdadır. 16. 16-nı da elə 16-ya bölmək lazımdır. Ay sağ ol. Bir dəfə düşür, bir dəfə 16. 16. 16-dan 16 çıxanda 0. Qalığı yazıram bura. 1 yaddaydı, bir də düşdü qabağa. Başa düşdün? Ay. Xəyal. Bəli, başa düşdüm. Xəyal, sən niyə yəni gəlmirsən? Məktəbə də gəlmirsən, sən. Mən xəstəyəm, ona görə gəlmirəm yəni. Sağ ol. Cəhd sağ ol. Belə eləmə. Amma məktəbdə nə qədər dərs keçirəm bütün uşaqlar, sən görə bilmirsən. Oğlum bir salana baxımdan gəlirlər. Nə qripotizm gəlmirsən? Qızdırman var. Gəl baxım görüm. Olmaz ama. Gəl baxım gözlə. Qızdırman varsa 100% gəl. Qızdırman yox. Gəl qızdırman yox. Olsa da olmaz. Yox, elə şey olmaz. Nəsə 2.4 uşaqlar getdi. 2.5 dizayn edin, baxarıq sonrası. 11. Olsa bu dərsi üstə qalırıq da, bunun cütlərini verəsən mənə. Başa düşürsən? Hə, ona görə buna bir dənə baxaq. Yazmışam. Hamısını yazmısan? Hamısını yazmışam. Üstədə indi hamısını yazmamısan, indi səhvlərə baxaq gedərsən. De, al xətrini. Birinci sən de səhvlərini. Təşkilayam. Qoy qurya sonra gedərdim. Cəld amma. 17. Zoom indi bizi atacaq. Nəysə 17.